Yevlaxda bir ailənin ikinci uşağı da eyni arxa düşərək dünyasını dəyişib. Bədbəxt hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb. Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Mən evdəydim, uşaq belə ki, məhəllədən çıxıb bilmirəm, gedib ki, hara o nətər girib bilmirəm, itəliflə, nə qayırma bilmirəm. Neçə yaşı var idi? 1 yaş 4 aylıq idi. Oğlan uşağı. Hə. Neçənci övladınızdır ümumiyyətlə? 8-cidir. 8-ci uşağımdır. Şəhərin Üzeyir Hacıbəyli küçəsində yaşayan sakinlər bildiriblər ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. Bir neçə il öncə həmin ailənin azyaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib. Küçənin kanalizasiya sularının axıdıldığı arx artıq sakinlərin kabusuna çevrilib. 2 il bundan qabaq 3 yaşında bir uşağı düşdü oraydı. Bu il bir uşağı düşüb oraydı. Belə zulüm olmaz. Orada dərindir o kanalizasiya yoxsa? Dərindir da, dərin olmasa bir yaş yarımında uşaq ora düşəndə yəni salamat çıxa bilər. Belə zulüm olmaz, biz zulüma qalmışıq. Kanalizasiyasını ləğv eləsin. Məlumata görə 8 uşaqlı ailənin başçısı Məhəmməd Bəkirov 8 ay öncə xəstəlikdən dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Rahim İbrahimoğlu, Elbrus Kərimli, Xəzər xəbər.